Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Qərbi, yəni Avropa Hun dövləti. Biz bundan öncə Böyük, yəni Asiya Hun dövlətini keçmişdik. İndi isə artıq erkən orta əsrlərdir və Qərbi, yəni Avropa Hun dövləti mövzusunu keçirik. Hunlar. Biz demişdik ki, Hunlar haqqında mənbələr var. Bu mənbələr hansılardır? Eramızdan əvvəl 2-ci minilliyə aid Çin mənbələridir. Eramızdan əvvəl 4-cü əsrə aid Midiyada Şiz mənbələridir, Şiz yazıları. Eyni zamanda Gürcü mənbələri var. Eyni zamanda antik dövr xəritələri var Hunlar haqqında. Hunlar yaşayıblar Ön Asiyadan Sakit Okeana qədər olan ərazidə. Ön Asiyadan Sakit Okeana qədər olan ərazidə yaşayıblar. Deməli, yoldaşlar, Hun sözü elə türklə eyniləşdirilir. Hunlar, yəni türklər deməkdir elə və türklər də köçləri ilə tarixdə məşhurdular. Yəni, böyük köçlər, böyük ərazilərdən digər ərazilərə köç etmələri ilə məşhurdular. 1-ci əsrdən başlayır. Yəni, ilk Hun-Türk köçü 1-ci əsrdən başlayır, eramızın 1-ci əsrdən. Burada deməli 2 istiqamət var. Birinci istiqamət cənubi qərbə doğru. Yəni Hunların yaşadığı o böyük çöldən cənubi qərbə doğru köç. Sonradan biz Ahun imperatorluğu ilə danışacağıq. Bax, həmin deməli köçən Hunlardır. İkinci istiqamət şimali qərbə doğru. Şimali qərbə doğru gedən Hunlar da Qərb Hunları və ya Avropa Hunları adlanır. İndi biz danışırıq Avropa Hunların qurduğu dövlətdən. Biraz xalqların böyük köçü haqqında sizə məlumat verək. Deməli, elə ki, bu Hun-Türk köçü başladı. Bundan sonra deməli, bir neçə əsr davam edən nəhəng bir köç dalğası oldu. Buna xalqların böyük köçü deyilir. 4-cü əsrdən 7-ci əsrə qədər olan dövrü əhatə edir. 4-cü əsrdən 7-ci əsrə qədər. Hunların köçməsi ilə, Hunların sıxışdırdığı alanların və qotların bu köçün təsiri ilə onların da köçməsi və nəticədə sonunda Slavyanların köç etməsi ilə bitən bir köç prosesidir. Buna xalqların böyük köçü deyilir. Deməli, əsas iştirakçıları Hunlar, Alanlar, Qotlar, Slavyanlardır. Səbəbləri nə idi? Niyə köç baş verirdi? Bildiyimiz kimi ilk Hunlarda başladığı üçün köç, digər xalqlar da Hunların təsiri ilə köç ediblər. 3 səbəbi var idi. 1, 2, 3. İqtisadi səbəblər. İqtisadi səbəbi nə idi? Deməli, ərazi çatışmamazlığı, xüsusən otlaq sahələri çatışmırdı. Bunun üçün yeni otlaq sahələri əldə etmək lazım idi və köç bu səbəbdən başladı. İkincisi, siyasi səbəblər. Siyasi səbəblərə Çin əsarəti, yəni bu Çin əsarəti ilə barışmaq istəmirdi Hunlar və öz dövlətlərini yaratmaq istəyirdilər. Digər səbəb isə sosial səbəb idi. Əhali sayının sürətlə artması və əhali sıxlığının yaranması da bu köçə təkan verdi. Gəlirik Avropa Hun dövlətinə. Ümumiyyətlə, Qərb Hunlarının ilk hökmdarı Tanrı xandır. Yəni, hökmdar deyəndə başçısı, rəhbəri Tanrı xandır. Deməli, Tanrı xan 2-3-cü əsrlərdə yaşayıb və həmin dövrdə Tanrı xanın rəhbərliyi ilə Hunlar Anadoluya gəlirlər. Xüsusən Anadolunun şərqi hissəsindən söhbət gedir burada. Daha sonra Balamir adlı bir nəfər Hunların tayfa başçısı olur, deməli, və Hun dövlətini, Qərbi Avropa Hun dövlətini yaradır. Nə vaxt? 374-cü ildə. 374-cü ildə. Ümumiyyətlə, Qərbi Hun dövləti, yəni Avropa Hun dövləti 374-cü ildən 470-ci ilə qədər mövcud olub. Təqribən 100 il mövcud olub. Deməli, şimalda, görürsünüz burada qeyd eləmişəm, şimalda Baltik dənizi, cənubda Balkan yarımadası, şərqdə İdil, yəni Volqa çayı, qərbdə Reyn çayına qədər olan əraziləri əhatə edib. Yəni, bu ən qüdrətli dövründən söhbət gedir. Balamir 374-cü ildə Hun dövlətini yaratdı və bir sıra addımlar atdı. Nə oldu? Alanları məğlub elədi. Oskotları krallığını məğlub elədi.
Ondan sonra bir hissəsi, yəni bu yürüş ki olur, bunun bir hissəsi Hunların, yəni bir hissəsi gəldilər hara? Cənubi Qafqaz və Anadolu istiqamətində gəldilər. Yenə Balamirin dövründə Şimali Qafqaz və Qaradənizin şimalı bu köç edən Hunlar tərəfindən ələ keçirildi. Sonra Azov ətrafı ərazilər Terek, Kuban ələ keçirildi. Eyni zamanda Krıma doğru yürüş edildi. Krımda Qotlar məğlub edildi və o ərazilərdə ələ keçirildi. Nəhayət sonda Macaristanda məskunlaşdılar Hunlar. Dəyərli yoldaşlar, Atilla'nın dövründən danışırıq. Ümumiyyətlə 434-cü ildən 445-ci ilə kimi Hun dövlətinə iki qardaş rəhbərlik eləyib. Attila, Bleda. 445-ci ildə Bleda ölür, Attila davam edir. Yəni Attilla'nın ümumi hakimiyyəti 434-dən 453-cü ilə qədərdir. Bunun 45-ci ilə qədərini Bleda ilə bir yerdə deməli rəhbərlik edib Hun dövlətinə. Attila hakimiyyətə ilə gələn kimi, yəni 434-cü ildə deməli Bizansla Hunlar arasında müqavilə bağlanacaq. Hunlar arasında Bizansla Hunlar arasında müqavilə bağlanır. Müqavilədə ticarət tənzimlənir. Yəni, konkret bir qayda sərhəd daxilində tənzimlənir və Bizansdan xərac alınır. İllik xərac alınır. Amma Bizans bu sözlərə çox da əməl eləmir. Hətta tabe olmuş xalqları, yəni Hunlara qarşı üsyana təhrik də edir. Bunu görən Attila 447-ci ildə artıq tək hakimdir, Bleda yoxdur. 447-ci ildə Bizansın qala divarlarına doğru hərəkət edir. Nəticədə Bizans təhlükəni anlayır və yenidən müqavilə bağlanır. İllik bac alır Attila Bizansdan, Bizansı tabe edir və oradan geri dönür. Yəni Bizansı tam tabe etdikdən sonra Attila istiqaməti Qərbi Roma imperatorluğuna doğru yönəldir. Qərbi Roma imperiyasına. Çünki o dönəm Qərbi Roma imperiyası onsuz da xalqların, digər xalqların hücumların təsiri ilə artıq tənəzzülə uğrayırdı. Deməli, Attila'nın məqsədi də o əraziləri ələ keçirmək idi. Buna Qalliya səfəri deyilir. Attila'nın Qalliya səfəri. Attila Qalliya indiki Fransa ərazisindən söhbət gedir. Orleana kimi gəlir və Burqundiyanı işğal edir Attila. 451-ci ildə deməli Roma, Qərbi Roma sərkərdəsi Aetsi Katalaun döyüşündə Attila ilə üz-üzə gəlir. Məlumatlara görə hərəsinin 200 minlik ordusu var idi. Bu döyüşdə deməli heç biri elə bir ciddi üstünlük əldə eləmir, amma deməli əgər döyüş davam etsəydi və Attila təqib etsəydi Aetsini, Aetsi məğlub olacaqdı. Belə bir məlumat gəlir ki, Roma ordusunda yoluxucu xəstəlik var və onun nəticəsində Attila Aetsini təqib etmir. 452-ci ildə Attila Roma şəhərini mühasirə edir. Roma şəhərini, yəni Qərbi Roma imperiyasının paytaxtını. Lakin orada bilirik ki, Papanın və digər dindarların yəni o dövrdə Attila'nın qarşısına gəlməsi, Attila'dan aman diləməsi bu haqda məlumatımız var və Attila Roma şəhərinə toxunmur, yenə də xəracını alır, geri dönür. Attila'nın ölümündən sonra, yəni nə vaxt? 453. Attila'nın ölümündən sonra Qərbi, yəni Avropa Hun dövləti tənəzzül dövrünü yaşayır və 470-ci ildə süqut edir. Bu süqutun əsas səbəbi Qot tayfalarının, yəni Qot xalqlarının və digər xalqların davamlı üsyanları olur və imperiya buna tab gətirə bilmir, süqut edir. Caba. Caba kimdir? Attila'nın kiçik oğludur. Kiçik oğlu. Macaristanda, biz demişdik ya, onlar Macaristanda məskunlaşmışlar. Macaristanda dövlət yaradır. İndi də Budapeştdə, Macaristanın paytaxtı Budapeştdə Cabanın heykəli var. Caba haqqında Macaristanlılar, yəni Macar xalqı əfsanələr yaratmış, onu deməli əfsanələrdə yaşatmışdır. Dəyərli yoldaşlar,
Qərbi, yəni Avropa Hun dövləti mövzusu bu qədər. Bundan sonra Ağ Hun imperatorluğu haqqında danışacağıq.